Demək, bunu indi sizə göstərim yığılmaq qaydasını. Yəni heç bir qaydan falan icazə almağa ehtiyac yoxdur. Çünki bu bagajda və yük yerində tutur, belə deyək. Bunlar sağ və sol tərəflərdir. Bu da üst hissəsidir. İndi sizə bunun yığılma qaydasını göstərirəm. Demək etdi belə. Sonra 3 ədəd belə bir şeylər düzəltmişəm. Hələ tam kosmetik işlər görülməyib. Birin bura. Birinsə bura. Sonra bunlar da yeni qədələ qalxaq bura. Demək. Biri bura. Bir də bura rahat bir şəkildə yerləşir. Sonra ən əsas sonuncu mərhələ bu da bura. Belə bir şey alındı, gördünüz. İnşallah bunun da üstü dikdə olacaq. Bunlar da hamısı dikdə olacaq. Üstü parça ilə falan əvəzlənəcək. Və gəldi əsas məsələ. Əsas məsələ budur. Belə. Və çəkirik bəri. Belə çəkəndən sonra başlayırıq bunu bura yerləşdirmək. Bəli. Tutduğu yer sadəcə və sadəcə bundan ibarət olacaq bu. Gördüyünüz kimi. Plus. Siz burada yatmaq istədiniz. İndi əsas məsələlərdən birini göstərək. Yatmaq istəyəndə də demək gəlirik bura. İstədiyiniz cip modellər üçün buna uyğun olacaqdır. Demək, bunu açırıq. Açdıq. Bu qayda ilə gördüyünüz kimi və keçirik əsas məsələyə. Bunları hesablamamışıq. Bu qayda, baxın. Gördünüz necə? Rahat və praktik. Gəldi bura, oturdu. Və üstüne inşallah burada belə deyək də matras deməyə qupqalar olacaq. Qupqaların son parçalarını işlənəcək. Beləncə. Plus qış vaxtıdır. İndi məndə məsəl üçün doblo modeldir. Üstünün qışa parçası var. Bu hissəsində keçir. Keçdi. Qəşəng. Ortadan da bir dənə stol olacaq. Oturdunuz və yemək vəziyyətiz. Buralar olacaq saxlanğıc yerləri. Belə asılacaq. İstədiyiniz şeyləri qoydunuz içinə, çıxartdınız filan ora bura. İşte gördünüz, sonra bağlayırsınız. Sizdən burada eyni qayda ilə açıldı. Hər şey qoydunuz içinə. Buralarına rezinlər işlənəcək. Hələ 4 dənə elə belə rezinləri sadəcə məsafələri tutmaq üçün qoydum. Belə deyək. Sonra qışa belə bağladınız. Ortadan qışa bir dənə stol. Keçdiniz, misal üçün oturdunuz, sağda bir nəfər, solda bir nəfər. 2 nəfərlik belə deyək. Yəni 3 nəfər də yata bilər, amma 2 nəfər tam ideal bir şeydir.